Qarşıdan İmam Zaman mövludu gəlir. İmam Zaman əleyhissalamın mövludu bilirsiniz Şaban ayının 15-ci günüdür. Nimə Şaban gecəsidir. Çox fəzilətli bir gecədir və Qədr gecəsindən sonra ən üstün gecə hesab olunur. Şaban ayının 15-ci gecəsi, hətta Qədr gecəsində bağışlanmayanların Şabanın 15-ci gecəsi bağışlanacağı deyilir. Çox üstün bir gecədir, çox fəzilətli bir gecədir və əməlləri də bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var dua eləsinlər. Şabaniyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəyə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və allahu ekber. Bunu 100 dəfə demək olar, istiğfar eləmək olar. Öz dilimizdən 2000 gücü nəyə çatır? 2 rükətlə namaz dua eləsin. İşte və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə ündürlüyü olsa lap yaxşı olsa. Olmasa elə üstü açıq bir yerdə bir insan üzü qibləyə dayansın, sağa sola və göyə baxsın. Bizə Esselamu aleykə ya Əbu Abdillah, Esselamu aleykə və rəhmətullah və barakatuhu. Bunu ilk cümlədir. Esselamu aleykə ya Əbu Abdillah, Esselamu aleykə və rəhmətullah və barakatuhu. Kim bunu eləsə, elə peyğəmbərlərin hamısından görüşür, bunları ziyarət edir. Çox fəzilətli, gözəl gecədir, ona Bərat gecəsi də deyirlər. Duaların qəbul olduğu gecə.